Futboldan sənə xeyir gəlməyəcək, dərsləri bir oxu deyən valideynlər. Yaxın gəlin. Futbolda əfsanəvi bir atanın vaxtilə hökmranlıq etdiyi yaşıl meydanlarda öz oğlunun parlamasını izləməsindən daha dəyərli nə ola bilər ki? Əlbəttə, deyəcəksiniz ki, mən ki futbolçu deyiləm. Amma diqqətlə baxın. Cristiano Ronaldo'nun oğlu Portuqaliya U16 millisində ilk qolunu vuranda qolu eyni ilə atası kimi qeyd etmişdi. Neymar'ın oğlu isə topu atasına almağa çalışır, amma seyrbaz öz oğluna belə aman vermir. Unutmayın ki, futbol ailədən başlayır. Bu kadrlara diqqətlə baxın. Marcelo'nun oğlu Real Madridlə ilk peşəkar müqaviləsini imzalayır. Marcelo xoşbəxtlikdən az qala göz yaşlarını saxlaya bilmir. Bəs siz heç düşünmüsünüz ki, bir gün mənim oğlum da belə olsun? Yoxsa ancaq heç nəyə yaramayan, lazımsız diplom sevdalısısınız? Demirəm, uşaqlar təhsildən yayınsın. Yaxşı futbolçu olmaq üçün savadlı biri olmalısan. Bunu da unutmayın. Necə deyərlər, bu işdə 50% ayaq işləyirsə 50% də başdır. Və nəhayət, bu kadrlara da baxın. Mateo Messi atası kimi qol vurur və eyni ilə onun kimi qeyd edir. Messi isə kənarda durub üzündəki o təbəssümlə gələcəyin ulduzunu izləyir. Kral gedir, amma taxtı boş qalmır. İndi sıra sizdədir, əziz valideynlər. Övladlarınızı sürü psixologiyası ilə, diplom sevdalısı ilə yox, öz istəkləri ilə böyüdün. Futbol edilən yatırım heç vaxt etmir.